15-ci. Kuprum üstəgəl S. Alınır kuprum S. Reaksiyaya kuprum 64 qram daxil olur, kükürt 32. Yəni 2-nin 1-ə kütlə nisbətində daxil olur. İndi kükürdü bizə başlanğıc götürüb M, misi də götürüb 4M. Onu 4 dəfə çox. Amma normalda mis 64-dür, kükürt 32. Mis kükürtdən 2 dəfə çox daxil olur. Burada isə 4 dəfə çox verib. Deməli, misi artıq verib, kükürdü az verib. Və kükürdün hamısı reaksiyaya daxil olacaq. Kuprum S 48 qram alınır. Mən tapıram M qram kükürddən 48 qram kuprum S 32-dən də 96. M elədi 16. Və başlanğıc bu 4M idi. Yəni 4 vur 16, 64. Kükürt də M-dir, yəni 16-dır. Sərf olunan kükürdün hamısı sərf olunacaq. Mis 2 dəfə çox sərf olunacaq, yəni 32. Və qalıq kükürddə 32 qram qalacaq. Daha doğrusu misdən 32 qalacaq, kükürddən qalmayacaq, 0. Məndən soruşur M-i tapın. M-i tapdım 16. Və deyir ki, reaksiyadan sonra qabda qalan bərk qalığın tərkibində kuprum S-in kütlə payı. Reaksiyadan sonra qabda olan bərk qalıq artıq qalan misdir, 32 qram mis. Və alınan 48 qram kuprum S-dir. Bərk qalıq neçə qram olacaq? 32 ilə 48-in cəmi 80 qram bərk qalıq. Və bizə nə deyir? Deyir ki, bərk qalığın tərkibində kuprum S-in kütlə payı. Kuprum S də 48 qramdır. Onda yazıram 48 böl 80 vur 100. Bu da eləyir 60%. İkinci də budur. 16. Deməli, A maddəsinin tərkibinə daxil olan elementlər X və Y-dən ibarətdir. Sonra faizləri X 70% eləyir, Y 30% eləyir. Formul yoxdursa, biz burada formulun çıxarılması üsulundan istifadə edirik. X-in nisbi atom kütləsinin Y-ə nisbəti 3,5-dir. Bu o deməkdir ki, X Y-dən 3,5 dəfə çoxdur. Yəni, X-in nisbi atom kütləsi bərabərdir 3,5 Y-ə. Və mən nisbət şəklində yazıb formulu çıxarıram. X 70%dir. Yazıram. 70 bölünsün. X-in də atom kütləsi 3,5 Y-dir. Nisbət şəklində 30 Y-in faizidir. 30 bölünsün Y. Və bunu hesablayıram. 70 böl 3,5 Y vur. Y böl 30. Hesablayıram. Y-lər də gedir. Bundan bu gedir. Və tapıram 2 böl 3. Yəni formul X2, Y3-dür. Məndən soruşur A maddəsi molekulunda olan atom sayını 5. Yəni birinci sualımızın cavabı. Və N-i. N nədir? A-nın emerinin Y-in kütləsinə nisbəti. A-nın emerini hesablayıram. X2, Y3-dür. X-in nisbi atom kütləsi 3,5 Y-dir. Yazıram 3,5 Y vur 2 üstə gəl. 3 vur Y. Böl ayır Y, yəni Y-ə. Burada da 7 ilə 3 10 Y eləyir. 10 Y böl Y cavab eləyir 10. Bu da ikincinin cavabı. Sonra 17-ci tapşırıq. Sabit valentli metallar X, valentliyi 2. Oksidinin nisbi molekul kütləsi. Oksidinin formulu XO-dur. Nisbi molekul kütləsi olacaq X üstə gəl 16. Bu da bərabərdir A-ya. Bunu bildik. Sonra hidroksidinin nisbi molekul kütləsi. Hidroksidi XOH2-dir. Molekul kütləsi olacaq X üstə gəl 17 vur 2, 34-ə. Bu da bərabərdir B-yə. Bunu da tapdıq. Sonra 3 valentli Y. Oksidi olacaq Y2O3. Bunun nisbi atom kütləsi C-dir. Yəni 2Y üstə gəl 48 bərabərdir C. Bunu da bildik. OH-ı hidroksidi YOH 3 dəfə. Bunun da emeri olacaq Y üstə gəl 17-nin üstə vuranda 51. Bu da bərabərdir. Y üstə gəl bərabərdir C çıx 24-ə. Yəni C-dən 24 qram azdır. Bax, C-nin burada ifadəsini qoyuram yerinə. 2Y üstə gəl 48. Çıx, bax bu C-dir. Çıxıram 24-ü, bərabər eləyirəm Y üstə gəl 51-ə.
Bunu hesablayıram. 2y çıx y bərabərdir 51 çıx 48 üstə gəl 24. Yəni bu şəkildə hesablayıram. 24-dən 28-ə mənfi 28 24 olur. 51-dən də 24-ü çıxanda burada qalır 27, burada da qalır y. Y-in kütləsini tapdım. Məndən nə soruşurdu? B çıx A fərqini və X-i və C-ni. Y 27-dir. B çıx A fərqini. B nədir? X üstə gəl 34. A nədir? X üstə gəl 16. Çıxıram X üstə gəl 16-nı. O da bərabərdir. X üstə gəl 34 çıx X çıx 16. Bunlar gedir. 34-dən də 16-nı çıxıram. Eləyir 18. Bu fərq mənə 18-i verdi. Bir də nəyi soruşur? C-ni hesablayın. Aha. C də budur. 2y üstə gəl 48. Mən də y 27 tapmışam. Yazıram. 2 vur 27 üstə gəl 48 bərabərdir 102. C-ni də tapdım 102. Sonuncu 18-ci. Deməli bizim tənliyimiz budur. 2x üstə gəl O2 alınır 2x O. Daxil olan və alınan maddənin kütləsinin zamandan asılılığı. Alınan maddə B qramdır özü verib. Daxil olan maddə X-dır. Bir də 32 qram. 32 də oksigenin kütləsidir. X-in kütləsi nə qədərdir? A-dan 20-yə düşübsə, A çıx 20 qramdır. Və biz nə bilirik? B böl A 1,12-dir. B nəyə bərabərdir? B daxil olanların cəminə bərabərdir. Yəni, B bərabərdir. Bunları cəmləyəndə olur A üstə gəl 12. İndi B böl A 1,12-dir. Yazıram. A üstə gəl 12. Bu B-nin qiymətidir. Böl A bərabərdir 1,12. A üstə 12 bərabərdir 1,12 A. Bu tərəfə keçir A olur 0,12 A bərabərdir 12. A da bərabərdir 100. İndi məndən nə soruşur? B-ni, bir də X-in nisbi atom kütləsini tapın. B nəyə bərabərdir? A üstə gəl 12. Mən də A-nı 100 tapdım. Yazıram. B bərabərdir 100 üstə gəl 12. Eləyir 112 qram. Bunu tapdım. X-in nisbi atom kütləsini tapmaq daha rahatdır. A çıx 20 nə qədər eləyir? 100 çıx 20, 80 qram eləyir. Reaksiyaya 80 qram X daxil olur. Bu da 2 mol olduğuna görə 80-i də 2-yə bölürəm, eləyir 40. Bu da X-in nisbi atom kütləsi.